Müasir insan orta hesabla günde 150 dəfə sosial şəbəkələrdəki profillərini yoxlayır. Səhər oyanan kimi telefona baxırsınızsa, beyninizi yüklüyürsünüz. Beynin əsas 4 dalğası var. Beta sizin hazırda olduğunuz dalğadır. Oyağıq və ətrafda nə baş verdiyini anlayırıq. Delta dərin yuxuya getdiyimiz zaman düşdüyümüz dalğadır. Bunların arasında teta və alfa dalğaları var. Bu iki dalğa nəyisə öyrənməyə çalışarkən beynimizin düşdüyü dalğadır. Teta yuxuya gedib geri döndüyümüz zaman düşdüyümüz beyin dalğasıdır. Buna yaradıcılıq zamanı deyilir. Gecələri yatmayıb işləyərkən ağla gələn fikirlər məhz beynin həmin dalğada olduğu zaman gəlir. Teta dalğasına bir də hamamda duş qəbul edərkən düşünün. Buna görə də bir çoxumuza yuyunarkən ideyalar gəlir. Teta ilə betanın arasında alfa dalğası var. Bu, bizim nəsə öyrənməyə çalışdığımız zaman beynimizin düşdüyü dalğadır. Məsələn, meditasiya ilə məşğul olarkən alfa dalğasında oluruq. Televiziya izləyərkən də həmin dalğada oluruq. Çünki oradan nəsə öyrənirik. Hələ də bu buraxılışı izləyirsinizsə, hazırda sizin də beyniniz alfa dalğasındadır. Məktəblər tarix, riyaziyyat, coğrafiya və s. fənlərdən dərs keçir. Amma nə cür öyrənməliyik? Bunu öyrətmirlər. Yəni məktəblər nə cür qərar verməliyik? Bir problemi necə həll etməliyik? Daha sürətlə necə oxumaq olar? Və ya öyrəndikdən sonra necə edək ki, daha çox şey yadımızda qalsın? Bu kimi şeyləri məktəb öyrətmir. Bəlkə də bilərəkdən. Günümüzdə elm hər gün inkişaf edir. Əgər insanlıq beyin haqqında tam məlumat əldə etsə, ola da bilər ki, 10 il sonra bu buraxışda dediklərim gülməli göründü. Və sonunda sizə şəxsən məni maraqlandıran bir sual verim. Bu kadrlara baxın. Biri galaktikanın görüntüsüdür, diğeri isə beynimizin. Sizcə beyin bizim içimizdədir, yoxsa biz kiminsə beyninin içindəyik? Şərh bölməsində fikrinizi yaza bilərsiniz.